Salam, mən sizə keçənki videoda necə root edəcəyimi göstərdim. Yəni telefonlarda, Androidlər. Çoxsu yəni edə bilmirəm. Bunu mən ətraflı sizə başa salacağım. Play Store-a daxil olduq və Play Store-da PP proqramını yazırıq. Yəni bu proqram çıxacaq. Bu proqram daxil ilk öncə bir dediyim PP. Yəni bu proqram. Belə də daxil olduqda ilk öncədən çıxır bu proqram. Belə bir proqramdır. Buna daxil olduq və yüklüyürük, açırıq. Açdıqdan sonra bura root yazırıq. Root. Yəni root yazdıqda King root çıxacaq. Bu proqramı yükləyirik. Məndə yüklü olduğu üçün King root. Bunu yüklədikdən sonra açı vururuq və yəni bunu heç bir antivirus qoymur. Antivirus qoymadığı üçün King root'a daxil oluq və budur. Granite root premise. Yəni sizin root proqramınız alınır. Bu etdikdən sonra məsələn King user'a giririk və orada hansı proqramı root edəcəyinizi allov edirsiniz. Allov etdikdən sonra sizin root işiniz hazırdır. Yəni çox sağ olun izlədiyiniz üçün. Əgər bu da alınmasa bir də ətraflı sizə başa sala bilərəm. Çox sağ olun.